Hesabda qadanam. 18 manat 70 qəpik. Qadanam. Kaşeda qoy bunları salafana qoy. Salafon puldan qaqa, yeşəsindən verib balacasından. Qadanam salafan. Balacası 3 qəpik, yeşəsi 5 qəpik. Lazım deyil salafan. 5 qəpiyyatı dilinə qalır. Salafana pulunu verin. Vay, tanımısan mı? Dünən toymaya gəlmədin ha? Mən gəlib sənin toyuna 50 manat saldım. Amma gəlib Azər stildən bazarlıq eləsən özünə. Amma borcunu qaytarmısan. Çıxar da 50 manatını ver hə. Pulum yox idi, gələnmədim. Dana nə qışqırt bağır elsən, Mən daxili yoxdur. Çıxar da 50 manatı ver. Demək məndən 50 manat söhbət elsən eləmi? Ona qalsa əskəriyə gedəndə 20 manat cibinə pul qoymuşdum. İşte 20 manatı çıxdım onda. Get 30 manatı ver. Yadındadır, əskərlikdə də 3 dəfə zəng elədin ki, mənə 5 manatlıq kontur yolla. Heç nə yaxşı onda. Dayan, hara gəlsən? Hələ hesablayacağam. Yadındadır, əskərlikdən qabaq gündə gəl məndən sütuşun siqaret istəyirdin, özdə 2 dənə. Düz 2 il, həftədə 2 dəfə, 3 dəfə mən sənin marşruta biletini alırdım. Hesablayacağam. Bax, görürsən, sənin mənə 11 manat 40 qəpik borcum var. Heç nə üstündə pul yoxdur. Axşam verirəm də. Saat 9-da çatdır. Aral daxar lililədir o, dəstə gül ilədir o, araz axar. Qonşu hardan gəlsən? İşdən gəlirəm. Qonşu dünən sizdə yaman səs-küy vardı, deyən arvadla dalaşır. İşte qonşu, dünən biraz problem var evdə. Biraz səs yox, bir stress verirəm, mən səndən rahat edirəm. İş də olmaz qonşu, hamının evində problem olur. İş olmaz ha qonşu, bir davan qalibi kim oldu axırda? İşte qaqa, axırda arvad qavamda diz çöktü. Halal deyirsən, sən əsl kişisən, kişi belə olar bana. Dəstə gül ilədir. Evdə kişinin sözü keçməlidir, arvad oturmalıdır yerində. Belədir, mən olan yerdə arvad kimdir ki? Kişi olan yerdə arvad kimdir? Qaqa, arvad əməli başda diz üstə durursa yalvardı. Yalvarmaq deyəndə qadınam, arvad diz üstə söktü. Dedi, çıx kravatın altından köpək oğlu. Adında kişi var, sürüş elə bakalım, sürüş. Ya. Ay, Natiq, nə qarsan orada? Antina xarab olmuşdu. Çıxmışdım onu düzəltməyə. İndi də düşə bilmirəm. Əbə nətər çıxıbsan ki, oradan düşə bilmirsən? Nə bilim, Əhsancan, mal köməklə düşürmən aşağı. Mən nə qarım, nətər eləyim? Gözlə, alma bir dənə fikir gəlir, gözlə orada. Nə var? Qaqa, qorxma, tulan suyun içinə. Suyun içinə tulan, yerə düşsən, əlin qolun qırılar, suyun içinə tulan. Sən səysən, sən başın işləyir. Niyə axı? Ay səy, mən üzməyə bilmirəm. Mən o içinə düşsəm, oğlu öləcəm. Alo. Nə var sənə, Natiq, nə var, nə yox? Sağ ol, sən nə qaysan? Belə də nə qədər. Qaqa, hardasan, Səndən vacib tez işim var. Bakıdayam qaqa, bulvardayam, gəzirəm. Natiq, mənim söhbətim düşübdür. Tez gələ bilərsənmi Gəncəyə? Niyə, nə olubdu? Qaqa, təcili söhbətim düşübdür uşaqlarla, gəlirlər. 5 dəqiqəlik yol deyil, 10 dəqiqəlik yol deyil. Bakı hara, Gəncə hara? Sən ora gəl, çıxana kim gec olacaq? Sən uşaqlara zəng et. Qaqa, zarafat edirəm, söhbət saat yoxdur. Prosto qız rəfiqəsini də götürüb şəhərə gəlir. Qaqa, deyirdim, səni də götürərdim, qalxardıq Haşiyəndə gəzərdik. O da sağ qismət olmadı, nə qaraq? Bir dəqiqə gözlə. Alo. Hanı qızlar, hanı qızlar? Gəlirlər. Ay, sən Türkiyədə neymişsən, nə düşürsən? Ayağına nə olursan, niyə xısırsan? Heç nə. Arvadla Türkiyə gəzməyə gəlmişdi. O da tabuqla yola saldım ki. Vay, yaxşı, başın sağ olsun, nə olmuş ki? Arvadla Gürcistandan tam oradan keçəndə bir dənə qızdan baxışdı. O da arvad gördü ona.
Gedib satan səndən boşanacağım. Sonra dedi ki, evi özüm götürəcəm. Və mən də evləndim, qaza bastım, 140, 150, 200. Aha. Dedim maşını da mən götürəcəm, başdakı bütün pulları da mən götürəcəm. Ev, eşik, hamısı ev mənimdir. Mən də yeni evləndim, bastım, 180, 200. Ay nə oldu? Hər şeyi arvad istər. Sən də bir şey istəyərdin özünə. Hələ istəyəcəm, istədiyim məndə idi. Nə? Əlbəttə ki, hava yastığı. 200'den girdim divara, alma dövüldü. Her şeyde mağa. Yaş karım, görüşürüz. Sağ ol. Ata, ətərsən? Oy ya bala ölürüm qadınım ölürüm. Mənə banan aldın mı? Yaxşı olarsan ay ata inşallah, yaxşı olarsan. Banan yox, yadımdan çıxırdı. Bir də mağazinə gedəndə alaram. Heç də qadınım, heç də nə var axı? Nətərsən indi, yaxşısanmı? Biraz döz, səni sabah həkim aparacağım. Heç də qadınım, heç də gedərik. Düzdür, ümidim yoxdur amma yenə də gedərik. Ata, sən qadan alım, ürəyin başqa nə istəyir? De görüm sana saqqız alım, yoxsa arvad? Abala, sənin qadan alım. Mənim saqqız sinəməyə kimi var? O telefonu mu? Vay, onunla tek götürüyor orada. İşte get bir ağaç gətir. Açalım, açalım da. Açalım, hadi doğru tarafta. Açalım. Böyle. Böyle. Çek. Al orada. Al, çek. Sağ tarafta. Hadi solda. Bir dayan dana. Dincəldiyin ağaç da getdi. Hadi mən daha tapacağım yolu. Dəqiqə. Hala, sağ olayım. Qaqa, görsəm nə yazılar internetə? 10-cu mərtəbədən uşaq düşüb, ölməyib. Nə danışır ha? Qaqa, elə söhbət yaxşı açıldı. Sana bir dənə sual verim də, Ha, buyur. Bax, bir insan 10-cu mərtəbədən gəlir aşağı düşür, ölmür. Ona nə demək olar? Qaqa, görsəm nə yazılar internetə? 10-cu mərtəbədən uşaq düşüb, ölməyib. Nə danışır ha? Qaqa, elə söhbət yaxşı açıldı. Sana bir dənə sual verim də, Ha, buyur. Bax, bir insan 10-cu mərtəbədən gəlir aşağı düşür, ölmür. Ona nə demək olar? O nə heç nə, təsadüf. Yaxşı, qadanam səni. Həmin insan sabahsız gün yenə 10-cu mərtəbədən yıxılır, ölmür. Ona nə demək olar? İkinci səfər yıxılırsa, heç nə olmursa, şansdır da qaqa, şans. Hə, eləmi. Qaqa, birdən 3-cü gün yenə 10-cu mərtəbədən yıxıldı, yenə ölmədi. Onda nə demək olar bəs? Onda heç nə, vərdiş.